Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita Fəsil 10, Mətin 36. Xoş gördük Bhagavad Gita'nın dəyərli dinləyicilərim. Bhagavad Gita'dan seminar mühazirəmiz davam edir. 10-cu fəslin 36-cı mətni 42 mətndən ibarətdir bu fəsil. Fəsil Tanrı Allah Ali şəxsin əzəmətindən bəhs eləyir, qüdrətindən. Ancaq bizim başa düşdüyümüz, bizim qavraya biləcəyimiz miqdarda, bizim də yox, Arjunan. Hələ biz burada çox şeylər var ki, biz bunların heç birini başa düşməyə iqtidarında deyilik. Amma Arjuna başa düşürdü hamısını. Ona görə də Arjuna indi son sözünü deyəcək bu fəslin 11-ci fəsil başlayanda. Arjuna'nın bildiyi şeylərdən Krishna danışır ki, o şeyləri Arjuna bilir. Ona görə Krishna Arjuna'nın bildiyi şeylərdə özünün təzahürlərini sadalayır ki, Arjuna bax bu şeydə bu mən buyam, bu şeydə mən buyam, sən biləsən. Beləcə Krishna öz əzəmətini, özünü təsvir elə gedir ki, mən kiməm və necə özümü yaymışam, necə hər yerdə varam, necə hər şey məni təmsil eləyir. İndi onu davam edirik. Məqsəd nədir? Krishnanı tanımaq. Allahı tanımaq. Krishnanı tanımaq, Krishnanın möhtəbərliyini qəbul etmək, Krishnanın nəsihətini qəbul etmək, biganə qalmamaq. Müasir dövrün, dəmir dövrünün insanlarına. Bunun üçün lazımdır ki, biz bilək ki, biz Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Ram, Hare Ram, Ram Ram, Hare Hare oxumaqda kimlə biz kontakta giririk? Çünki Hare Krishna Mahamantrası Krishna'nın özüdür. Eyni özüdür. Seçilmir. Bəs onda soruşurlar Krishna kimdir? Krishna bu deyə danışır mən kiməm. Mətin 10, fəsil 10, mətin 36. Dyutam çalayatam asmi, Dyutam çalayatam asmi, Tejas vinamaham, Tejas vinamaham. Jayosmi vyavasayosmi, Jayosmi vyavasayosmi, Sattvam sattvavatam aham, Sattvam sattvavatam aham. Dyutam çalayatam asmi. Çalayatam bilirsiniz nədir? Çalayatam fırıldaqçılıq deməkdir. Çal, fırıldaq deməkdir sanskrit nədir? Çal, yalan, fırıldaq. Dyutam da qumar oyunu deməkdir. Qumar oynamaq. Baxın, beytin tərcüməsi necədir? Beytin Azərbaycanca tərcüməsi. Fırıldaqlardan mən qumar oynayam. Krishna deyir ki, fırıldaqlardan mən qumar oynayam. Parıldayan şeylərin parıltısı mənəm. Mən qələbəyəm, mən macərayam, bütün güclərin gücü mənəm. Bax, bu oxuduğum beytin tərcüməsidir. Fırıldaqlardan mən qumar oynayam, parıldayan şeylərin parıltısı mənəm, qələbə mənəm, macəra mənəm, güclülərin gücü mənəm. Bax, Krishna dedi. Bhaktivedanta Swami Srila Prabhupāda'nın beytə qısa izahı. Kainatda külli miqdarda cürbəcür fırıldaqçılar var. Kainatda Prabhupada deyir, yer üzündə demir, kainatda. Bütün fırıldaqlardan qumar oyunu ən böyük fırıldaqçılıqdır. Ən böyük fırıldaqçılıq qumar oyunudur. Və buna görə də o Krishnanı təmsil edir. Krishna ali şəxsiyyət olduğuna görə onun yalanı da adi adamın yalanından qat-qat üstündür. Əgər Krishna kimisə aldatmaq istəsə, heç kəs hiləgərlikdə ona üstün gələ bilməz. Onun əzəməti bir tərəfli deyil. Krishnanın əzəməti bir tərəfli deyil. O da Rusda deyir, adnaboku deyil. O, son dərəcə rəngərəngdir Krishna. O qaliblərin qələbəsidir. Qaliblərin qələbəsi Krishnadır. O parıldayan şeylərin parıltısıdır. Hər bir şeyin parıldayan parıltısı Krishnadır. Nə parıldayırsa. O təşəbbüskar və işgüzarlardan ən təşəbbüskarı və ən işgüzarıdır Krishna. Macəra axtaranlardan o ən qorxmazdır. Ən qorxmazdır. Macəra axtaranlardan Krishna ən qorxmazıdır. Güclülərdən isə ən güclüsüdür. Gücün mənbəyidir Krishna.
Krishna yerdə olarkən heç kəs ondan güclü değildi. Heç kəs. 5000 il bundan qabaq. Hələ uşaqkən o Qovardxan dağın çeçələ barmağında, sol əlinin çeçələ barmağında Qovardxan dağın qaldırıb başında 7 gün saxlamışdı. 7 gün 7 gecə. Amma o Krishna onu saxlayanda elə bir ki Zonti kalizdə turşub o cür saxlamışdı. Nə hiləgərlikdə, nə parlaqlıqda, nə qələbə çalmaqda, nə işgüzarlıqda, nə də gücdə heç kəs Krishna'dan üstün ola bilməz. Bax, Krishna bu cürdür. Bhaktivedanta Swami Srila Prabhupāda'nın izahı bu qədərdir. Möhtəşəm beyt, möhtəşəm də izah. Möhtəşəm beyt deyil, möhtəşəm də izah. Dyutam çalayatam asmi, qumar oyunlarından fırıldaqlardan qumar oyunu. Tecasa tecasvina maham. Tecasa parıldamaq deməkdir. Parıldayan şeylərin parıldısı mənə. Caya hasmi vyavasvasmi. Caya qələbə deməkdir. Vyavasva macəra deməkdir. Satvam satvavatam aham. Satva güc deməkdir. Güclülərin gücü mənə. Krishna deyir ki, bunların hamısının ayrı-ayrılıqda izah ehtiyacı var. Krishna Prabhupada deyir ki, kainatda küllü miqdarda cürbəcür fırıldaqçılar var. Kainatda baxırsınız, bu demonlar hamısı fırıldaqla məşğuldur da. Kainatda o qədər demonlar var ki, nə yapsaq. Bütün fırıldaqlardan da Şrila Prabhupada deyir ki, qumar oyunu ən böyük fırıldaqçılıqdır. Əks halda Krishna deməzdi ki, fırıldaqlardan mən qumar oynayam. Deməli, fırıldaqların içində ən güclüsü qumar oyunudur. Krishna deyir ki, o mənəm. Təəccüblü də, biz fikirləşirik ki, Allah ancaq yaxşı şeydə, Allah yaxşı şeylərdə ancaq Allah da. Amma pis şeylərdən ötər Allah ola bilər. Qumar pis şeydir, fırıldaqçılıq pis şeydir. Krishna deyir, o mənəm. İndi deyir o biraz o biliyi az olan adamları, Tanrı barəsində biliyi az olan adamlar üçün bu təəccüblü gələcək ki, belə şey olar. Bu nə Allahdır, fırıldaqçıdır. Belə çıxır ki, siz demək istəyirsiniz ki, Allah fırıldaqçıdır. Krishna deyir ki, bəs ağacdan bir yarpaq mənim iradəm olmadan düşmür. Mənim xəbərim olmadan heç nə baş vermir. Hər şey Krishna'nın xəbərin, hər şeydən o xəbərdardır. Qələbə çalışırsınız, müharibə elədiyi qələbə çaldı. Krishna deyir, qələbə mənəm. O qələbə mənəm. Deyir ki, fırıldaqlardan mən qumar oynayam. Mən fırıldaqçılım. İndi Krishna deyəndə ki, fırıldaqlardan mən qumar oynayıram, biraz qeyri-adi səslənir. İndi bu nə deməkdir? Gəlin bunun üstünə biraz dayanaq. Tanrı mütləq təbiətlidir. Yəni, ikilik bizim üçündür. Yaxşı, pis, xeyir, şər, isti, soyuq. Bunlar insanlar üçündür. Tanrı üçündür ki, Tanrı, Krishna Allah ali şəxsdir. Krishna üçün fərqi yoxdur. Krishna sırf pak ruhi şəxsiyyətdir. Ancaq biz cisimlə özümüzü eyniləşdirdiyimizə görə bizdə cisim bizim deyil, başqasındır, Krishna'ndır. Amma Krishna üçün cisim ruh söhbəti yoxdur. Hamısı Krishna'dır. Hamısı ondur. Krishna üçün hər şey ruhidir. Bizim üçünsə yox. Çünki biz maddi dünyaya gəlməyimiz bizim təbiətimizə yad olan bir şey almaqdır. Özümüzün təbiətimizə, əzəli təbiətimizə yad bir təbiəti əldə edirik. Biz özümüz şəxsiyyətimiz təbiət etibarilə ruhi təbiətli can. Şəxsiyyət, fərdiyyətik. Hər şeyimiz var, formaya malikik, hər şey. Amma biz illüzor enerjinin, Tanrı'nın illüzor enerjisinin nəyindən istifadə edirik? Onun xidmətindən. O bizə illüziya yaradır. Fiziki bədən illüziyadır. Nəyə görə? Müvəqqətidir. Müvəqqətidirsə illüziyadır. Yoxdur da bu. Bir şey ki, bugün var, sabah yoxsa deməli o illüziyadır. Düzdür. Bax, bizim bədənimiz, bax, bugün varımızda, sabah əlimizdən alırlar. Bu demək ki, yoxdur da bu illüziyadır. Müvəqqəti olduğuna görə. Ona görə bizim üçün ikilik var hələ. Pis var, yaxşı var.
Əxlaq var, əxlaqsızlıq var və s. və s. Amma Krishnaya aid deyil bunların heç biri. Krishna üçün bu söhbətlərin heç biri işləmir. Çünki o mütləq təbiətlidir. Hər şey onun tabiçiliyindədir. Heç nə onun üzərində hökmə malik deyil. Amma illüzor enerji bizim üzərimizdə hökmü var. Bədən bizim üzərimizdə hökm edir. Bədən heç bir qanuna özümüzə tabi etdirə bilmirik. Ona görə də Tanrı deyir ki, sən bu tərəfdən də mənə başa düşmək istəyirsə, bu tərəfdən də mən sənə deyəcəm. Kiməm? Oyun var. Oyun, Krishna'nın da oyunları var burada. Krishna lila deyirlər sanskrit dilində, amma Azərbaycan dilində oyundur. Əyləncə. Krishna burada oyun, əyləncələr həyata keçirdir. Və oyunda, əyləncədə insan özünün qabiliyyətini və üstünlüyünü sübut edir. Özünün məxsus olduğu qabiliyyətini və üstünlüyünü nümayiş elətdirməyə çalışır. Bu oyundur. Krishna bütün oyunlarda, öz oyunlarında, əyləncələrində nə göstərir? Özünün qabiliyyətini, bir də üstünlüyünü göstərir ki, nə qədər özünün qabiliyyətlərini, küllü miqdarda Krishnanın sonsuz sayda qabiliyyətləri var. Bir də özünün üstünlüyünü göstərir ki, sübuta yetirir də. Oyun bu deməkdir. Ona görə məsəl üçün insanlar burada oyunlar oynaya bilərlər də. Futbol oynuyorlar deyək ki, cürbəcür oyunlar var da, voleybol oynuyorlar, məsəl üçün şahmat oynuyorlar deyək ki. O vaxta qədər oyundur ki, insan orada özünün qabiliyyətini, sözün əsl mənasında məxsus olduğu qabiliyyətini və bir də üstünlüyünü göstərir, nümayiş elətdirir, çalışır. Bu hələ də oyundur. Bu vaxtı bu oyundur. Krishna burada özünün oyunlarını, lilalarını həyata keçirdəndə Krishna burada nəsə bir buradan cismani bir xeyir güdür, yox. Söhbət qarşılıqlı münasibətdən gedirsə oyun o deməkdir. Orada ancaq mənəvi, ruhani, ilahi dəyərlərin nümayişi və yaxud üstünlüyü göstərilirsə bu hələ oyundur. Bildiniz nəsə? Oyun. Krishna da sırf pak ruhdur. Ona görə Krishna heç nə ehtiyacı yoxdur. Krishna tamamilə ehtiyacdan azad bir varlıqdır. Ona görə Krishna nə eləyirsə oyun kateqoriyasındadır. Çünki Krishna özünün üstünlüyünü və bir də nəyini göstərir? Özünün keyfiyyətlərini göstərir. Özünün qabiliyyətlərini göstərir, keyfiyyətlərini göstərir, nümayiş elətdirir. Və bir də üstünlüyünü göstərir ki, məndən üstünlüyü yoxdur. Nə mənə bərabər var, nə də məndən üstün var. Bax, bunları göstərir Krishna. Ona görə Krishna nə eləyirsə oyun kateqoriyasındadır. Krishna'nın elədiklərini əvəz heç nə yoxdur. O əvəz güdmədən eləyir həm də. Bildiniz mi? İnsanların da arasında belədir ki, insanlar oyun oynayanda o vaxta qədər onlar oyun kateqoriyasında qalır ki, orada insan özünün qabiliyyətini, insan özünün üstünlüyünü nümayiş elətdirməyə çalışır. Bildiniz mi? Amma elə ki, bu oyunun ortasına özünün qabiliyyətlərinin, üstünlüyünün nümayişindən əlavə ortalığa gəlir cismani bir dənə nəsə nə eləmək? Mənimsəmək, əldə eləmək, mənimsəmək, özüyküləşdirməyə. Onda o çevrilir qumara. Mən dəqiqə çevrilir qumara. Yəni ora bir dənə cismani bir dənə təmənna girirsə ortalığa, oyun çevrilir olur qumar. Ona qədər oyundur. Bildiniz mi? Qumar nə deməkdir? İndi buna görə də oyunu qumara çevirəndə o kəskinləşir orada hər şey. Məsələ biraz ciddiləşir. Düzdürmü? Məsələ ciddiləşir. Hələ ki oyun kimi qalıb, o qədər insan o qədər güclü təsir eləmir o qədər də.
Amma qumara çevriləndə məsələ ciddiləşir. Məsələ kəskinləşir. Oyun vaxtı insan o qədər də özünün əsl niyyətini, əsl məramını, əsl daxili necə deyirlər, düşüncələrini göstərməyə də bilər. Onları gizlədə də bilir. Bildiniz nətər? Oyun da axı təsir eləmir də. Uddu, duzdu. İnsan özünün həqiqi keyfiyyətlərini, həqiqi əslində bu niyyəti nədir, məqamı nədir, məqsədi nədir, əslində bu nə düşünür, içində nə var. Oyun vaxtı insan bunları gizlədə də bilər. Göstərməyə bilər, bildiniz nətər? Elə deyil. Amma elə ki ortalığa o çevrilir qumara, ortalığa nəsə bir dənə konkret bir dənə nəsə gəlir. Cismani bir şey gəlir ortalığa, bir dəyər gəlir ortalığa. Başa düşdünüzmü? Onda qumar vaxtı insanın həqiqi sifəti çıxır çölə. Həqiqi məramı, həqiqi niyyəti çıxır ortalığa. Ona görə Krishna deyir ki, qumar oyunu mənəm fırıldaqlardır. Nə deyir ki, mən insanın həqiqi məramını, qumar vaxtı insanın həqiqi çıxır. Çünki axı ortada o şey var, Rus dilində bir söz var. Azərbaycan dilində mən o sözləri tapa bilmirəm. O vıqıd məsələsi var, vıqıdı. Başa düşdü? İnsanın bir vıqıdı var ya orada. Mesela vıqıd nədir? İnsanın öz əldə eləmək istədiyi bir şeydir. Gəliri. Onda insanın həqiqi sifəti çıxır üzə. Qumar vaxtı. İnsanın həqiqi sifəti çıxır ortalığa. Ona görə Krishna deyir ki, fırıldaqlardan mən qumar oynuyorum. Yəni, məhz qumar oyunun gücü ondadır ki, mən insanın həqiqi sifətini ortalığa çıxarda bilirəm. Qumar vaxtı. İnsanın həqiqi sifəti, həqiqi niyyəti, həqiqi məramı. Sonra və bir də insanın həqiqi şəxsiyyəti görsənir ki, bu saat nə gündədir bu vəziyyəti də, daxili vəziyyəti bildiniz nətər? Bu belədir. Ona görə məsəl üçün, bax, həmən bu Kurukshetra müharibəsindən qabaq, Arjuna 5 qardaş idilər. İndi kimin əhvalatda xəbəri var, bilir, kimin yoxdur danışıram. Arjuna 5 qardaş idilər. Arjuna, üzr istəyirəm, Arjuna, Bhima, Yudhishthira, Sahadev, Nakula 5 qardaş. Bunların 5-i də mələklərin uşaqlarıdır. Necə İsa əleyhissalam necə mələk gətirib vermişdi Məryəm anaya, bircədən İsa. Amma bunların 5-ini də mələklər gəlib vermişdi. Anaları Kuntiyə. 5-i də hərəsi bir İsus Xristos idi. Bunlar mələklərin uşaqları idi. Təbii ki, ona görə Krishna onlarla idi. Duryodhanın da 100 dənə qardaşı, 100 qardaşı. Hamısı demonlar idi. Demonik varlıqlar idi. Bunların da bir dənə dayısı var idi. Onların dayısı nə idi? Shakuni. O da demonik təbiətli şəxsiyyət idi. Və Shakuninin də öz istəyi vardı, öz məqamı, məramı, məqsədi var idi əslində. Bunların Krishna tərəfində idi, onların da tərəfində Shakuni idi. Shakuni də çox məşhur qumarbaz idi. Məşhur qumarbaz. İndi hələ ki, onlar rol oynayırdılar. Bildiniz nətər? Onlar özlərinin bir sifəti. İnsan oyun oynayanda insan həqiqi sifətini gizlədə bilir. Oyun oynayır da, oyun vaxtı tələb olunan sifətini göstərir. Ona görə Duryodhana gil oyunu, rola girirlər, dona girirlər. Güya ki, bunlar Shakuni'də, güya ki, bunlar Pandavlara hörmət edirlər, onların nətər deyirlər, onlara mehribançılıq göstərirdilər, belə bir ses belə. Rusların sözü pokazuxa, özünü göstərirdilər. Hər tərəfli rola girirdilər də, rola. İnsan oynamaq həm də rola girmək deməkdir. Bu vəydimiz. Tamaşada oynayır, kimisə roluna girir. Oynayır da, düzdür, oyundur da bu. Kimisə roluna girə bilərsən. Xeyrxah roluna girə bilərsən, nə bilim, qayğıkeş roluna girə bilərsən, ya düşmən roluna girə bilərsən, oyun kimi, oyundur. İnsan rola girə bilir, dona girə bilir. Düzdür. Bunlar da uzun müddət rola girdilər, dona girdilər, özlərini xeyrxah göstərirdilər. Bildiniz, Shakuninin rəhbərliyi altında. Qardaşlıq donuna, əmoğulluq donuna girirlər. Nə bilim, Dhritarashtra bunlara himayədar roluna girir ki, Dhritarashtra o qardaşı Pandunun uşaqlarına himayədarlıq eləyirdi. Himayədarıdır bunların. Bildiniz nədir? Atalıq eləyirdi.
Sonra oğlanlarına deyirdi ki, hə, bunlar sizin qardaşlarınızdır, bunlarla. Yəni bunların hamısı oyundur. Bunlar dona girə bilirsən də. Oyun vaxtı dona girə bilirsən, rola girə bilirsən. Həqiqi niyyət və məramı çox məharətlə gizlədə bilirsən oyunda. Həqiqətən sən nə düşünürsən, nə fikirləşsən, nə düzdür? Bu oyun belə bir şeydir. Belə oyunda insan özünün qabiliyyətini, üstünlüyünü ancaq göstərməyə çalışar. Vəssalam, başqa heç nə. Qabiliyyətin və üstünlüyünü. Oyunda axı, bildiniz nətədir? Qabiliyyətlərini və üstünlüklərini. İndi bu oyunların içindən belə Krishna belə oyunlardan axı insanın səmimiyyətini ortalığa çıxartmaq istəyir. Məhəmməd Vəsatullahın sözü vardır. Din nədir? Səmimiyyət. İnsanın həqiqi səmimiyyətini ortalığa çıxartmaq Krishnanın işidir. Krishna ona görə də Peyğəmbər sallallahu dedi. Allah insanın səmimiyyət platformasına dəvət edir. Səmimiyyət odur ki, indi gəl bu saat həqiqətən səmimi olaraq açıq tökəcəyi ortalığa görə əslində sən kimsən. İlkin səmimiyyət özün bunu da göstərir. Növbəti etapda səmimiyyət qalxır yavaş-yavaş ruhi pilləyə, ilahi pilləyə, düzdür. Amma cismani səviyyədə hələ bunu göstərir ki, görə hələ sən əslində kimsən, sənin içində nə var, sənin məramın, məqsədin əslində nədir, bildiniz nətərim. Ona görə də ortalığa oyun oynayanda, oyun vaxtı, oyunun gedişatına təsir edici başqa bir element ortalığa çıxanda nə? Konkret bir dənə cismani bir dənə dəyər. Qızıl, pul, var, dövlət, mülk, torpaq, şah filan bir şey çıxanda onda axı bu məsələ indi burada axı sən oyun rola girməyə yeri yoxdur. Burada söhbət gedir ki, sən udu-buduzasın. Ya sən bunu şeyə mənsub olasan, sahib olasan ya da sən bunu itirəsən. Bax, belə olanda insanın həqiqi məramı, məqsədi, niyyəti çıxır ortalığa. O başlayır özünün həqiqi sifətini göstərməyə. Ne üçün? Çünki ortada konkret obyekt var. Ortada konkret gəlir var. Çıxış var, giriş var, gəlir var. Əldə eləmək var, itirmək var. Bildiniz mi? Buna görə Krishna deyir ki, fırıldaqlardan mən qumar oynayam. İnsan çox fırıldaqçılıq eləyər. Amma qumar oynayam. Məsələn, qumar olur. Mən dedim, haçan oyun qumara çevrilir. Haçan ki, ortalığa cismani bir şey gəlir. Konkret cismani bir şey gələndə istənilən oyun çevrilir qumara. İstənilən oyun. Harada ki, ortada cismani şey var, rifah varsa, cismani. O uca qumardır, başa düşdünüz. O oyun deyil. Ona görə də Krishna baxdı ki, bunların həqiqi sifətini ortalığa çıxartmaq lazımdır. Bunlar həqiqi sifətlərini gizlədəcəklər hələ. Dhritarashtra özü öz sifət gizlədirdi. Bhishma özü öz sifətini orada gizlədir ki, bunlar mənim nəvələrimdir. Qadasını alın bunların, başlarına dönərəm bunların. Arjuna gildə, Bhishma dev babalarım. Dronacharya orada özü bir rola girmiş ki, mən müəlliməm, bunlar mənim tələbələrimdir. Tələbəm kimi Arjuna'nın dünyalar qədər çox istəyir Dronacharya. Dhritarashtra deyir ki, bu mənim qardaşım uşaqlar. Hamısı roldaydı da, bu rol idi, oyun idi bir dənə. Bildiniz nətəri? Və Krishna da çox gözəl gördü ki, bu bir dənə oyundur. Bunlar oyun oynayırlar. Amma Allahın da belə bir şey var. Deyir ki, sən mənlə oynamaq istəyirsən. Mən özüm oyunbazam da elə. Krishna'dan güclü oyunbaz var, yox. Krishna'nın oyunları nətərdir baxırsınız? Krishna'nın oyunları. Oyunda əyləncəli lilalar. Bu Krishna'nın oyunları möhtəşəmdir. Krishna demonları, böyük demonlarla, elə biləs kimi, Hiranyakashipu kimi, Ravana kimi. Krishna'nın oyunları dərk olunmaz qədər, həm istənilən nöqteyi nəzərdən. Krishna özü maksimum oyunbazdır. Ən güclü oyunbaz Krishna'nın özüdür. İndi bunlar da Krishna'nın yanında nədirlər? Uşaqdır da, balaca uşaqlar oynasınlar, yaşlı adam da gəlsin, baxsın qıraqdan. Həmən dəqiqə balaca uşaqların oyunundakı şeyi görürsən də, uşağın o şeyini görürsən. Həmən dəqiqə böyük adam. Niyə? Çünki böyük adam içində uşağa deyir ki, mən bu oyunları keçmişəm, sən hələ indi keçirsən. Uşağın o
oyun oynayır uşaq, amma uşağın böyük adam uşağın oyununda şeyləri görür həmən dəqiqə. Onun o həqiqi məqsədini, niyyətini, uşaq bunu nə üçün dedi, nə üçün eləyir. Həmən dəqiqə görür, həmən dəqiqə. Düzdür, fikir vermisiniz? Uşaqlar öz aləmində elə bilirlər ki, bunlar çox ciddi. Amma böyük adam görür ki, niyə? Çünki böyük adam onun içindən keçib uşaq. Böyük adam onun içindən keçib, ondan da mürəkkəblərini görüb, başa düşürsən? Ona görə uşağın sadə oyunlarında həmən dəqiqə uşaq onların şeyini tutur. Onların məramını, niyyətini, məqsədini uşaq nə üçün eləyir. Həmən dəqiqə uşağın başına vurur ki, mən görürəm sən bunu nə üçün eləyirsən. Çünki özü ondan keçib və sonra da ondan da mürəkkəblərindən də keçib. İndi Krishna bunların oyunlarına baxır, deyir, siz mənim qabağımda oyun göstərirsiniz. Mən sizi Rus demişkən, naskvoziyə, mən sizi ikizi görürəm də. Ay Bhishma, ay Dronacharya, ay Bhishma, ay Dhritarashtra. Mən sizin ikizi görürəm. Ay o da Gandhari, bunların anasıydı, Gandhari. Sonra da axırda gəlir Krishna proklinat eləyir, lənətləyir. Deyir ki, Krishna Gandhari deyib, sən görmürdün, sənin oğlun hara gedir. Sən görə-görə gedir, indi gəlib mənə lənətləyirsən. Yəni Krishna hamımızın, bizə də aiddir, hamımızın. Krishna onların da o vaxt içini görürdü. Niyə? Çünki Krishna onların içində oturubdu. İçində oturub da bu bunlar, paramatmadı. İndi deyir ki, bunlar oyun oynayırlar da, mən də görürəm ki, bu oyundur. İndi mən bunların bu əsl sifətini ortalığa çıxartmaq üçün nəsə bir şey eləməliyəm ki, bunlar hamısı özünün əsl sifətini göstərsinlər. Pandavlar da özlərinin əsl sifətlərini göstərsinlər. Dhritarashtra özünün əsl sifətini göstərəcək. Gandhari da özünün əsl sifətini göstərəcək. Bhishmadev da özünün əsl sifətini göstərəcək. Duryodhana da özünün əsl sifətini göstərəcək. Hamı özünün əsl sifətini o da göstərəcək. Karna bunların böyük qardaşı idi Pandavların. O da özünün əsl sifətini göstərəcək. Hamı özünün əsl sifətini göstərəcək orada. Bilirsiniz. Ortalığa da kimi qoydu Krishna? Ortalığa da son nəticədə qoymuşdu kimi Drupadini. Paçlar paçı, odun içindən çıxmışdı. Paç bir dənə xanım. Odun içindən çıxmış. Bu çox möhtəşəm bir dənə qumar oynayırdı. Fırıldaq. Yəni Şakuni fırıldaqçı idi. Fırıldaq gəlmək istəyirdi Pandavlara. Həm də öz Duryodhana və qardaşlarına. Şakuni hamıya fırıldaq gəlirdi. Həmi öz tərəfdəkilərə fırıldaq gəlirdi, həm də Pandavlara fırıldaq gəlirdi. Krishna dedi ki, okey, sən fırıldaq hissetmək istəyirsən, okey, yaxşı. Mən fırıldaqların içində ən güclüsü qumar oyundu, o da mənəm. İndi o qumar oyununu atacam ortalığa, hamı sifəti çıxacaq əslində siz səhərdən nə oyun oynuyordunuz və qumar oyununda hamı həqiqi sifətini göstərir. Hamısı. Bütün personajlar, hamısı özlərinin həqiqi sifətlərini göstərirlər. Ki, əslində bu kimi idi. Bhishma kimi idi, əslində Dronacharya kimi idi, sonra Dhritarashtra kimi idi, Duryodhan kimi idi, əslində Karna kimi idi. Hamısı sifət. Pandavlar da göstərirlər ki, Pandavlar kimi idilər. Pandavlar da öz sifətlərini göstərirlər. Həqiqi sifətlərini. Zəifliklərin, üstünlüklərin. Yəni hamı, Krishna burada deyir ki, fırıldaqların içində mən qumar oynayacağım. Neylədim? Fırıldaq işlədir sizdə. Gördük ki, burada hamı hərə özünə məxsus fırıldaqla məşğuldur. Özünə məxsus. İndi mən bu fırıldaqların hamısının ortalığa həqiqi sifətli, buradakı insanların həqiqi niyyətlərini, həqiqi sifətlərini, deyir, o insanın içində olan həqiqi o şeyi var, bax o səmimiyyət, o Məhəmməd Məsudlar qadasını alım, deyir, din səmimiyyət deməkdir. Allah fırıldaqlardan mən qumar oynayanda Məhəmməd Məsudların sözünü deyir, əslində. Başqa cür deyilişi də bu. Deyir, mən elə bir şey atacağım ki, sən o səmimiyyəti ortalığa qoyasan. İndi biz elə bir ki, Allah Bhishma deyəcək ki, Bhishma, səmimi olaq da, səmimi indi sən deyəsən ki, sən kimsən. İndi bax, mən elə bir oyun çıxardacağım ki, orada siz hamınız səmimiyyətinizi qoyasınız. Səmimiyyətlə deyəsiniz ki, əslində siz kimsiniz. Əslində siz nə düşünürdünüz, nə fikirləşirdiniz, əslində. Bildiniz? Bax, buna görə fırıldaqlardan mən qumar oynayam Krishna və o qumar oyununu atdı ortalığa. Krishna atdı qumar oyununu ortalığa. Bunlar başladılar qumar oynamağa. Və o oyun uydu. Amma sonra çevrildi qumara. Ne üçün? Krishna'nın iradəsiydi o. Krishna'nın istəyiydi ki, o çevrilsin qumara. Və çevrildi qumara. Orada hamı başladı özünün sifətini göstərməyə. Hamı başladı özünün sifətini göstərməyə.
Şakuni öz sifətini göstərdi necə? Şakuni qabiliyyəti qaldı qıraqda, üstünlüyü qaldı qıraqda və yaxud o bir. Şakuni özünün bir dənə mistik şeyi var idi əlində. Zərləri, mistik zər. O zərləri o öz atasının sümüklərindən düzəltmişdi. Ölmüş atasının sümüklərindən. O zərləri ilə bir mistik şey əldə eləmiş. O vaxt insanlarda belə qabiliyyətlər var idi. Demonический qabiliyyət. O zərlər onun istədiyini atanda düşürdü. Atırdı. İstəyirdisə şeş qoşa düşürdü şeş qoşa. İstəyirdi düşsün şeş beş düşürdü şeş beş. Bunun istəyi ilə düşürdü. Biz bilirik ki, əslində bu nərd oyunundakı bu zər elə şeydir ki, bəxtinləndir də. Attın bəxti və nə düşdü düşdü. Elə deyil. 5 düşdü, 3 düşdü, nə filan. Amma biri var ki, sənin elə bir dənə qabiliyyətin var ki, sən nə istəyirsən o düşər. Bax, Şakuni belə bir dənə özünün fırıldağını orada işlətdi. Hələ ki, fırıldaq idi. Axı bu oyunun gedişatına uyğun deyil. Oyunda sən atmalısan bəxtə-bəxt. Amma bu bəxtə-bəxt oynamır. Bu atır, bu nə istəyir o da düşür. İndi belə yerdə Pandavların udmaq şansı hardaydı? Sıfıra bərabər idi. Belə olanda Pandavların udmaq şansı sıfıra bərabər. Və Krishna da bunu bilirdi. Krishna çox gözəl bilirdi ki, Şakuni kimdir və nə oyun çıxardır. Çox gözəl bilir. Axırda Şakuninin şeylərini, həmən o zərlərini Krishna götürür, ona göstərir. Axırda ikisi təhbətə otururlar, Krishna ilə Şakuni. Müharibənin uduzanda. Şakuninin nətər çənəsi sallana qalır ki, Krishna bunu nətər uddu. Krishna Şakuninin çağırır ki, gəl indi məndən oynayaq. Mən sənin üçün Pandavlar döyləməyim. Şakunin elə fırlanır ki, Şakuni ilə bir dənə vəziyyətə qoy ki, Şakuni məsələ qumardan çıxır qırağa. Çıxır qırağa, çıxır bunların həyatlarına, bunun həyatına, şəxsi həyatına. Və Şakuni şokda qalır ki, Krishnaya ki, sən diavolsan deyir Krishna, diavol, iblissən. Şakuni Krishna deyir ki, sən iblissən deyir, iblisin özü. Əslində də o cürdür. Çünki kim fırıldaq gəlmək istəyirsə, Krishna deyir ki, fırıldaqda da sən məni üstələyə bilməzsən, ne bilirsən sən? Sən mən, insanlar deyir ki, sən mən heç nədə üstələyə bilməzsən. Mən hər şeydə üstünəm. İndi qumar oyununda Bhishmanın sifəti çıxır ki, Bhishma üçün Hastinapurun tronu, taxtı tacı Draupadinin namusundan üstündür. Draupadinin paltarını soyundurlar, bu bir dənə taxtı tacı görə oxun götürüb onları qırıb döyməyir. Bunun üçün dini prinsiplər əxlaq qaydalarından, Allah ali şəxsə xidmətdən üstündür. Bhishma, Krishna və bunu Kurukshetra çölündə Bhishma deyir, öldürməmişdən qabaq. Deyir, sənin üçün sən dini prinsiplərin əməl elədin, prinsiplər məndən üstündür. O demək ki, sən dinin məqsədini başa düşməmsən. Gələ, onun haqqını verir. Dronacharya üçün bunun oğlu bütün dini qayda qanunlardan belə üstünüydü. Nəinki Allahdan. O oğluna o qədər bağlıydı. Oğlu orada özünü göstərir. O Draupadini soyunduranda Dronacharya durub çıxıb getmək istəyəndə oğlu gəlir çıxır ortalığa ki, atasına deyir ki, mən getmirəm. Bir tane bu oğluna görə təzədən qayıdır oturur orada. Demək ki, oğluna getmirsən, cəhənnəmə get. Mən görmürəm burada nə oyun çıxardırlar, mən gedirəm. Yox. Oğluna bağlılıq bunun bütün hər şeydən üstünüydü. Dronacharyanı da üzünə vurur, ona deyir ki, gələ. Kurukshetrada başın bədəndən üzürlər. Karnaya baxır, Karna oturur burada. Karna nədir ki, Duryodhana Karnaya bir balaca bir dənə kənd vermişdi, onun üstünə şahlıq eləyir. Ondan ötürü Draupadi paç, özdə bilirdi ki, Draupadi paçdır. Draupadinin namusuna toxunur, deyir ki, sən 5 dənə kişinin arvadsansa fahişəsən. Krishna deyir, okey, sənin də haqqı verəcəm. Elə bir vəziyyətə salır ki, Karna, necə ki, Karna burada dini prinsipə zid gedir, orada da dini prinsipə zid gedir. Karna silahsız döyüş ənənə adətinə görə silahsız əskərin üstünə hücum eləmək olmaz. Cəng arabasından yerə düşəndən gərək düşəsən, sən də cəng arabasından gedəsən, ondan döyüşəsən. Əgər silahı yoxdursa, gərək ona silah verəsən. Silahsızdırsa, ondan döyüşməyəsən. Bu müharibənin qaydalarıdır. Amma bunun silahı yoxdur, cəng arabasına düşmüşdü, arabasının palçıqdan çıxardırdı. Krishna Arjuna deyir ki,
Kəs onun başın bədənindən. Arjuna şübhə eləyir ki, yox, sən nə danışırsan, bu qaydalar uyğun deyil. Deyir, ona qayda etdi, sən görmədin, qumar oyununda ağzından nə çıxartdı. Draupadi dedi, sən fahişəsən. Onda Arjuna'nın qəzəbi çıxır gözlərinə, qıpqırmızı olur, başın bədənindən üzür karnına. Bax, belə-belə Krishna fırıldaqlardan mən qumar oynayıram. Başa düşdünüzmü? Qumar oyununda ortada axı maddi şey var. Konkret bir dənə şey var. Onlar ortalığa qoydular şahlığı. Yudhishthir öz şahlığını uduzdu oyunda. Axırda da gətirdi öz arvadını qoydu. Draupadini. Arvadımı. Ona görə məsələ nə? Məsələ aqressivləşir. Oyuna maddi bir şey gələndə, oyuna, ortalığa maddi bir şey gələndə ki, mənim olacaq, ya sən kim olacaq, kimsə, onda məsələlər aqressivləşir. Onda insan özünün həqiqi sifətini çıxardır ortalığa. Əslində sən kimsən? Niyə? Çünki ortada nəsə var, onu əldə eləməkdən ötürü. Həqiqi sifətin, niyyətin qoyur ortalığa. O, bax, buna deyilir qumar oyunu. Bu Krishna üçün elədi? İnsanın həqiqi sifatını çıxartmaq nə demək? Səmimiyyət deməkdir. Məhəmməd bin Əsədullah deyir, din səmimiyyət deməkdir. Allah insanın birinci həqiqi sifətini ortalığa çıxardır. Bu bizim prosesdə necə baş verir? Bizim prosesdə bu 4-cü səviyyədə baş verir. Bu necə baş verir? Birincidə gəlir Şıratxa, ikincidə Satxusanqa, üçüncüdə Bahacanəgir, 4-cüdə gəlir nə? Anartxa nivritdir. Anartxa nivritti bizim səmimiyyət, Məhəmməd bin Əsədullahın dediyi səviyyədir. 4-cü səviyyə. Bizim səmimiyyətimiz ortalığa çıxır orada. Krishna bizim həqiqi sifətimizi çıxardır ortalığa ki, sən bu saatın içində gör nələr var əlində. Bax, çıxacaqlar çöl hamısı. Bildiyin, bu vaxtı insan həmin o anartxa nivritti etapını, həmin o səmimiyyətinin, həqiqi sifətinin üzə çıxan vaxtı insan dözüb qala bilirsə, belə insana deyirlər səbirli insan. O dözüb prosesi axıra qədər eləyirsə, çünki onu sındırırlar, alçaldırlar, təhqir eləyirlər, o dostunu itirir, filanını itirir, onu itirir, bunu itirir, ondan məhrum olur, bundan məhrum olur. O əgər bunların hamısında dözüb Krishna'nın xatiri onun üçün yüksək tutursa, onda belə insan, onu keçəndən sonra belə insana gəlinə, blajenstvo, həz, ruchi, kayf gəlir, ondan sonra gəlir kayf. Bax, bu səmimiyyət bu deməkdir. Bax, Məhəmməd Rəsulullah deyir, din səmimiyyət deməkdir. Bax, Krishna qumar oyununda belə bir şey ortalığa qoymuşdur ki, insan indi ortalığa gələcək, sizin hər zirzibiliyiz töküləcək çölə. Nə? Pandavların da zirzibili töküldü ortalığa. Onlar öz nidastatkaların çatışmayan cəhdlərini göstərdilər. Kauravların da. Amma sonu nə ilə bitdi? Sonu onunla bitdi ki, bəs hər kəs öz yerini tapdı. Krishna hər kəsi öz yerinə qoydu. Bildiniz necə? Gandhari Kauravların anasıydı. Gəldi Krishna üstünə yetirdi ki, sən Allah ali şəxsən də. Sən elə bilərdin ki, bu müharibə olmasın. Ona görə sən mənim uşaqlarımın ölümündə sən günahkarsan və mən səni lənətləyirəm ki, sənin özü də nəslin belə qırılsın. Amma Krishna qəbul eləyir onun lənətini ona görə yox ki, ana prava, o düz deyirdi. Yox, Krishna qəbul edir ona görə ki, Krishna'nın nəslinin yer kürəsindən getməyinin variantı oydu və o da o dedi onu. Ona görə qəbul. Amma onun özünə dedi ki, sən deyir hardaydın, sən oğlun bütün bu fırıldaqları eləyəndə görmürdün, sən görürdün. Amma sən onu üçün dayandırmırdın. İndi məsələ gəlib ora dirəşəndə ki, onun günahları onunla bitir ki, indi mən onun Kurukshetrada başın bədəninə üzələcəm, sən gəlib mənə lənət deyirsən. Krishna birinci bunu Gandhari dedi. Ondan sonra qəbul elədi onun nəyini? Lənətini. Bax, belə-belə hamının sifətin Krishna qumar oyununda çartdı ortalığa. Budur. Fırıldaqlardan mən qumar oynayam. Krishna onu göstərdi Kurukshetrada. Bax, bu Bhagavad Gita'dan qabaq Krishna onu eləmişdi. Bu bizim həyatımızda da baş verir. Bizim həyatımızda da özünü göstərir bizlə. Hər kəs özü görə bilər. Bu vaxta qədər ki, oyun oynursan, ortalıqda cismani, maddi bir şey yoxdur. Oyun oynursan, hansısa belərə, vıqadın yoxdur, rifa. Amma elə ki, ortalığa bir dənə nəsə gəlir, maddi bir şey. İnsan həmən dəqiqə həqiqi, nətər deyil, buynuzları çıxır içərdən. Belə bir söz var ya, bizdə deyirlər. Həqiqi buynuzları çıxır içərdən. Yəni, o demonik keyfiyyətləri hamısını bir üzə verir. Buynuzu çıxmaq o deməkdir. Buynuz kimdə olur? Demonlarda. İnsan özünün demonik keyfiyyətlərini bir üzə verir. Biz bunu hər yerdə müşahidə edə bilərik. Hər yerdə. Bildiniz?
Məsəl üçün Sovet hökumətinin respublikalı 15 tane respublikada xalqlar, millətlər düzdür. Bir oyun oynamışlar. Girmişlər bir dənə oyuna. Adını da qoymuşlar kommunizm oyunu. Kommunizm oyunu oynayırdılar. Hamı bir-birinə qardaş deyirdi, hamı bir can deyirdi filan beş məkan. Vəh vəh vəh. Şeydi də burada belə bir. Nə idi axı bir? Oyun qurmuşlar da. Vladimir İslenin bir dənə oyun qurmuş. Kommunizm oyunu. Ve Krishna dedi, okay, siz ne vakta kadar göre ne kadar oynayasınız bu oyunu. Ha? Prabhupada geldi buraya 71. ildə Prabhupadanı qovdular, çıxartdılar. Prabhupada kimdi? Krishna. Krishna da Paç fədaisiydi. Prabhupadanı qovdular, çıxartdılar. Krishna dedi, okay. İndi sizin bu oyununuz göre indi mən bura bir dənə qumar oyunu atacağım ortalığa. Nə ortalığa bir dənə qumar oyunu düşdü, nə torpaq davası. Torpaq davası düşdü. Kimin nəyi var burada? Kim bura nəyə malikdir əslində? Bu oyuna kimin hansı stavkanı edibdi. Başta hara Qarabağdan başladı. Ermənilər başladılar burada oyun çıxartmağa. Krishna da nelədi? Bu hamının sifəti ortalığa çıxandan sonra dağıldı, töküldü yerə. Bütün bu sistem çökdü. Sən demə oyunuymuş. Bu oyun da bitdi. Həqiqi indi bax, indi bu saat baş verənlər Krishna deyir, bax indi bu siz busuz bax. O Kurukshetra çölünə gələndə Kauravlarla Pandavlara dedi, bax siz busuz bax əslində. Bax Kurukshetra gəldiysə, bu sizin əsl sifətinizdir. Amma bayaqdan oyun oynuyordunuz. Amma əsl sifətiniz budur. Əslində içinizdə bax busuz, bir-birinizə qarşı belə aqressiv durmuşdunuz. Mən prosto qumar oyununu ortalığa qoymaqla sizin əsl sifətinizi çıxartdım üzə və dedim ki, indi bundan azad olun. Öteki insanın Krishna səmimiyyətə dəvət eləməklə, qumar oyununa, həqiqi sifətini ortalığa çıxartmaqla düşmənçilik yaymaq deyir ki, bundan azad olun da, indi bunu çizdə saxlayırsınız, çöldə amma oyun oynuyorsunuz. Çizdə bir şeydir, çöldə başqa şey. Amma qumar oyunu ortalığa gələndə, o oyun qutarır, başlayır qumarı, ortalığa nəsə maddi bir şey atır ortalığa. Onda hamının həqiqi sifəti ortalığa çıxır, Krishna deyir, bax, indi bundan azad olun. Kauravları da azad elədi, Pandavları da azad elədi Krishna. İndi bizə də belədir. Bizim həyatımızda da bu özünü büruzə verir. Mən görürəm, Sovet hökuməti dağıldı. İndi Sovet hökumətinin əhalisinin deyir, indi azad olun bu zirzibilizdən. Azad olun. Ondan sonra insan zirzibilindən azad olandan sonra o ruhi məqamda bərqərar olur. Özünün ruhunda Arjuna nətər azad edir? Bax Krishna. Baxırsan, Arjuna hələ də azad olmamışdı. Arjuna hələ də azad olmamışdı. Çünki Arjuna hələ də Krishna deyir ki, Bhishmadev mənim babamdır, onu necə öldürüm? Hansı ki Arjuna'nın gözünün qabağında gördü ki, Bhishmadev baxa-baxa bunun arvadının paltarını soyundururlar, Draupadi. Amma yenə də Arjuna hələ də bağlı qalıb ona. Krishna indi bunu Arjuna'nın təzədəndən səmimiyyətə dəvət edir. Nə? Bhagavad Gita'nı danışma. Bhagavad Gita'nı danışır. Ondan sonra Arjuna, Krishna başa düşdüm indi mən sən deyəcəkdi burada. Deyib bir-iki dəfə, indi yenə də deyəcək. Ondan sonra özü gedir, özü əli ilə hamısını öldürür, hamısını. Bhishmanı da, Karnanı da, hamısını öz əli ilə öldürür. Bu belə baş verir. Biz azad olmaq üçün səmimiyyətə, Məhəmməd və Sallallahu demişkən, Allahın dinin səmimiyyət olması, Allahın insanı səmimiyyətə dəvət eləməsi deməkdir. Səmimiyyətə dəvət eləyəndə insanın oyun oynadığını, harda oyun oynayır, onu göstərir, amma harda reallığı var, onu da çıxardır. İndi bayaqdan oyun oynayırdan, amma indi gəl reallığı çıxardı ortalığa. Bax, Krishna belə olanda ortalığa qumar oyunu kimi bir şey atır. Deyir ki, fırıldaqlardan mən qumar oynayam. Parıldayan şeylərin parıltısı mənəm. Hər şey parıldayan, qızıl parıldayır, brilliant parıldayır, hər şey nə parıldayırsa parıldı Krishnadır. Mən qələbəyəm. Qələbə nə deməkdir? Qələbə o deməkdir ki, hara haqq ədalət gəlir. Haqq Krishnada. O yerdə qələbə var da. Haqq olmayan yerdə qələbə yoxdur. Yalan ayaq tutar, amma yeriməz. Düzdür? Qələbə, haqq harda var, qələbə oradadır. Ayaqda ki, qələbə gəlibsə, o demək ki, haqq oradadır. Haqq kimdir? Krishnadır. Kim iki dənə mübahisə edən adam arasında kim qalib çalır? Həmən dəqiqə soruşurlar ki, kim haqlıdır? İki nəfər mübahisə edir. Kənardakı üçüncü gəlib onlara yaxınlaşanda onlara qulaq asır. Danışdı, qulaq asır ki, eşitsin, görsün bundan hansı haqlıdır, hansı nahaqdır. Düzdür? Belə deyir bizdə. Hə. Haqlı sözün kökü haqdır, o da Allahdır. Yəni ki, Allah kimin tərəfindədir? Allah kimin tərəfindədirsə qələbə orada deyir. Bu deyir, Krishna deyir ki, mən qələbəyəm. Bu deməkdir, bildiniz?
Mən qələbəyəm o deməkdir ki, mən hardayamsa qələbə oradadır. Bizdə də iki dənə qarşı durum olanda, mübahisə olanda kim haqlıdırsa o da qələbə çalır. Çünki qələbə Krishnadır. Haqlı da sözün kökü haqdır, o da Allahdır. Allah kimin tərəfindədir, o da qələbə çalır. Kurukshetrdə Allah kimin tərəfindədir? Arjuna gil tərəfində. Arjuna gildə qələbə çalır. Buna deyir Krishna deyir ki, mən qələbəyəm. Mən macərayam, bütün güclərində gücü mənim. Macera ne deməkdir? Macera o adamı ki, macera risk axtaran insanların şeyidir da. İnsanlar var ya, riskə getməyi xoşlayırlar. Macera cürbəcür qeyri-adi situasiyalara düşməyi xoşlayırlar. Qeyri-adi şeylərlə. Bunun için də insandan tələb olunan odur ki, insan canında birinci qorxmazlıq olmalıdır. Qorxaq insan heç vaxt macera altı getmir. Qorxaq insan heç vaxt getməz, riskə getməz, cürbəcür qeyri-adi situasiyalara düşməkdən qaçar. Qorxaq da xaban. Amma ki, insan əgər belə də o adrenalin hissindədirsə, istəyindədirsə, gərək onun içində birinci qorxmazlıq olsun. Məsəl üçün, macera nədir? Qaya dırmaşan. Qaya dırmaşanlar var, skalalloz deyirlər rus dilində. Onlar əməlli başlı macəradır, orada insanla çox şey ola bilər. Sıldırımdan düşdü, öldü filan. Amma gərək insan onu yaşamaq istəyirsə, həmən o qayaya dırmaşmaq macərasını, Everestin pikinə qalxmaq istəyirsə, o insan gərək birinci canında qorxmazlıq olsun. Qorxmaz, abhay. Krishna deyir ki, macəralardan mən macərayam. Macəra da deyir ki, Şrila Prabhupada deyir ki, macera axtaranlardan o ən qorxmazıdır. Krishna. Qorxmazlıq macera axtaranda, qorxmazlıq Krishnanı təmsil edir. Qorxmazlıq duyğusu. Belə insan daha çox macəralarla rastlaşacaq, cürbəcür macəralara düşəcəkdir. Macera yəni ki, qeyri-adi, qeyri-müəyyən gözlənilməzliklərlə dolu olan şeylərə deyirlər macera. Gözlənilməzliklərlə. Amma bunun üçün insanda qorxmazlıq duyğusu olmalıdır. Və Krishna deyir o mənəm. Təşəbbüskarlardan, işgüzarlarının içində ən təşəbbüskar Krishnadır. İşgüzar adamların içində təşəbbüskarlıq olur. Təşəbbüslər bir-birinin dalınca. Krishna deyir ki, işgüzarlardan ən təşəbbüskarı və işgüzarı Krishnadır. Güclülərin ən güclüsü mənəm. Krishna deyir ki, güclülərin güc mənəm də, gücün mənbəyidir də Krishna. Gücün mənbəyidirsə, məntiqi olaraq, o da rus demişkən, samasa boy razumeyişi isə. Gücün mənbəyidirsə, güclərdən ən güclüsü Krishna olacaq. Kim olacaq? Düzdür. O gücün mənbəyidirsə, Krishna üçün güc elə bir, bizim üçün güc sözün mənası var. Krishna üçün yox. Güc Krishnanın təbiətidir də bu. Özün doğmaca təbiətidir. Özdə gücü Krishna özünü gücə salmaqla həyata keçirmir. Güc Krishnanın xidmətindədir, keyfiyyətidir, öz-özünə təzahürləyir. Bizim üçün o güc kateqoriyasında, amma Krishnanın təbiətidir sadəcə olaraq. Ona görə Krishna Vrindavanda olanda nə edir? Mələklərə ibadəti rədd eləyir. Bunlar mələklərə ibadət edirlər ki, Indra mələkdir və o bizə yağış göndərir. Onun yağış yağdırmasa bizim taxılımız bitməyəcək. Ona görə biz ildə bir dəfə ona xüsusi şey keçiririk. Bu yaxşıdır. Bu Vedalarda da belə verilibdir. Mələklərə insanlar, xüsusi Vedalarda mələklərə ibadətin qaydaları var, hamısı. Hamısı var. Amma Krishna deyir ki, burada deyib biz keçmişik onun üstündən 7-ci fəsildə. Krishna deyir ki, mələklərə ibadətin heç bir şeyi yoxdur, mənası yoxdur. Onlar sizə nə verirlərsə, hamısını məndən götürüb verirlər də, düzdür. Ona görə Krishna özü buradadır, yerdədir. Özü orada Nanda Maharajın həyətində oynayır, Vrindavanda. Baxır ki, bu burada ola, bunun gözün qabağında götürsünlər, bunun fədailəri, mələklərə şey keçirsinlər, ibadət keçirsinlər. Krishna üçün yol verilməz bir şey daha. Çünki mələklər qurtuluş verə bilmirlər ağa. Mələklər sadəcə olaraq öz payını alırlar və bunları nəsə verirlər, cismani. Orada da ancaq qumar oyununa oxşar bir şey baş verir, cismani. Siz mənə, mən sizə. Necə ki, bax, cənnətə getmək üçün ibadət edənlər var.
Onlar əslində mələklər ellər də, Allah eləmirlər ki. Bilavasitə Allah eləmirlər. Bil vasitə eləyirlər. Ortada mələklər var. Mələklərin vasitəçiliyi var ortada. O görürsən biliyi də mələk gətirib veribdi. Bu cür biliyi. Çünki mələk deyir ki, bizim yerimizə gəlmək istəyirsinizsə qayda budur. Məhəmməd Fəsadullah biliyi kim verir? Mələk verdi ha. Cəbrail. Düzdür? Çünki mələklərin planetə getmək istəyirsiniz axı siz. Gələn, bu da bizə gəlmək üçün qaydalar budur. Bunlara uyğunlaşsanız gələrsiniz. Ona görə də Krishna deyir ki, mələklərə ibadət eləmək lazım deyil, ibadət mənə olmalıdır. Tək olan Allaha. Düzdür, tək Krishnanın özünə. Bu da cismani konsepsiyadan azad olmaq deməkdir. Geriyə qayıdıb çıxıb getmək ev eşiyi və nə cənnətə, nə cəhənnəmə. Həzrət Əli əleyhissalamın dediyi budur. İndi burada da Krishna atasına deyir ki, İndiraya niyə ibadət edirsən? Mən buradayım da. Mən buradayamsa İndiraya niyə ibadət edirsiniz ki? İndira mənim nökərimdir. İndi göstərəcəm, baxıb gələcək indi bax. Götürür, deyir Quvardhan dağı. Quvardhan dağına deyir Krishna nə üçün deyir? Ona görə ki, hər şey Krishnayandır da. Elə belə Krishna başqa bir dağı da göstərə bilərdi, məsəl üçün. Çünki hər şey Krishnanın özüdür də. Hər şey Krishnadır da. Vrindavan torpağı Krishnadır, menşələr, hamısı Krishnadır. Krishnanın şəxsiyyəti oldusa, Krishnanın əlaqədə olan hər şey Krishnadır. Burada bir yerde deyir ki, Indira da mənəm. Indira da Krishnaydı. Amma ki, söhbət gəlib, məsələ gəlib dirəşəndə ruhi canın azadlığına, Allahla münasibətlərin bərpasına, düzdür, onda Indiranın Krishna olmağı məsələsi keçir arxa plana. O Krishnanın konkret özündən söhbət getməlidir. Bildinizmi? Sadəcə olaraq mələklərin içində filanı mənəm deyəndə Krishna deyir onu. Ona görə də Indiranı kənara itələyəndə Krishna Quvardhan dağına ibadət edəndə Indira qəzəb götürür və görürsünüz səmimiyyət budur bax. Indiranın da səmimiyyətin ortalığa çıxardır Krishna. Ortalığa cismani bir şey gəlir, maddi bir şey, maddi. Çünki yağ keçirdəndə konkret mələyə konkret maddi bir şey təklif olunur. Ona görə İndiranın həqiqi sifəti çıxır çölə. Əslində Indira nə idi? Və götürür nə qədər yağış varsa, nə qədər imkanı varsa Vrindavanı yağışın içində yüzdürür. Krishna da oradadır. Krishna gəl çeçələ barmağını, sol əlinin çeçələ barmağı, sol əlinin balaca barmağı var. Onu belə ilişdirir, dağa qaldır başını. Durur onun altında, özdə belə ayaqların ayağının üstünə qoyur ki, yəni görsənsin ki, bu heç bir əziyyət çəkmir. Çeçələ barmaqla dağ qaldırmaq olar. Bu demək ki, onu qaldırmayıb. Krishna güc sərf eləmir orada. Bu Krishna üçün bir dənə əyləncə idi, oyundur. Çeçələ barmaqla dağı başına salsan, ayağı da ayaq üstünə qoysan. Yoxsa belə yox ki, Krishna girib qolları ilə belə tər tökür onun altında. Ona görə Krishna gücün mənbəyidir. Gücün mənbəyidir ki, Krishna güc, Krishna, hamısı Krishnanın xidmətindədirlər. Hər şey. Bütün Krishnanın bütün keyfiyyətləri, bütün nələri, bütün enerjiləri, hamısı Krishnanın qabağında, əllərin cütlüyüb dayanırlar, onun xidmətindədirlər. Ona görə güc də nədir ki? Krishna istəyir və baş verir, vəssalam. Çeçələ barmağım gəldi. Çeçələ barmağıyla qaldırdı, dağ durdu onun barmağın üstündə. Hər şey özünün xarakteristikasını, keyfiyyətini Krishnanın istəyinə yoğunlaşdırdı. Krishna istəyir, Quvardhan dağı fikirləşir, Krishna istəyir məni qaldırsın. Vəsyo. Nətər bir barmağın da okey, bir barmağın üstə duracaq. Krishnanın nətər istəyirlər olacaq. Çünki o öz ağırlığını Krishnanın istəyinə tabi elətdirdi. Adi insan çeçələ barmağı ilə dağı qaldıra bilər, yox. Çünki onun istəyinə tabi olmur axı dağ, maddi enerji. Amma bu Krishnanın istəyinə tabidir. Krishnanın istəyinə tabidir sadəcə olaraq. Bizən istəyir. Çünki bunun tabiçiliyində də tamamilə. O da Quvardhan da fikirləşdi, sırası tutdu ki, bu mənim qaldırmaq istəyir. Bu mən qaldır Krishna. Nə təşkilsə, barmağı üstə, yaxşı, barmağı üstə duracaq. Parmağını tutdu, prosto dağda durdu onun parmağın üstündə. Demək, dağ özünün o, dağ, bir söz var, dağ ağırlığından imtina elədi Tanrının istəyinə uyğun olaraq.
Amma insan istəyinə olar, imtina eləməz ondan. Buna görə Krishna gücün mənbəyidir. O görə Şrila Prabhupadaның son sözü burada nədir? Deyir ki, nə hiləgərlikdə fırıldaq oyunudur. Biz hilə gəlmək istəsək Tanrıya, o bizdən üstün çıxacaq. Biz deyir, xoşbəxtlik ondadır ki, deyir ki, Allah aldatmaq mümkün deyil də. Amma müasir dövrün insanları fikir verin, müasir dövrün biz insanları, müasir insanları dayanmadan bundan məşğuldurlar, dayanmadan, fasiləsiz olaraq. Müasir dövrün insanları fasiləsiz olaraq Allahı aldatmaqla məşğuldurlar. Çalışırlar ki, Allahı aldatsınlar. Bilirsiniz? O da neynəsin ki? Hə? Kali Yuga, dəmir dövrün düşkün, cılız, aciz insanlardır. O da deyir, siz bundan ahara getmək istəyirsiniz. Siz mən nətər aldada bilərsiniz? Biz indi Marsa kosmik gəmi göndərəcək. Krishna da orada gülür bunlara ki, bəs siz nə vaxta qədər belə aldatmaq istəyirsiniz? Özünüzü məni. Siz görmürsünüz ki, nə qədər acizsiniz. Səmimiyyət odur ki, insan özünün acizliyini boynuna etiraf edir Allahın qabağında ki, mən aciz bir şeyəm. Səmimiyyətdir də, Məhəmməd Məsədullah demiş. Səmimiyyət bu da, insan acizliyini etiraf eləməyə əvəzinə deyir, yox, mən deyim, biz bu saat indi Marsa kosmik gəmi göndərəcəyik, orada tapacağıq həyatı, əbədi həyatı yaşayacaq orada. Gülünc deyil bəs bu. Səmimiyyət yoxdur. Bu nədir? Hiləgərlik, Allaha qarşı hiləgərlik, aldatmaq. Bu saat bütün planetin üstündəki bütün sistem Allaha qarşı aldatmaq və hiləgərlik mövqeyindədir. Düz deyil demək olmaz ki, insanlar qəsdən elə. Yox, heç cahillikdən. O madədir nəsimi deməkdən. Cahillik bilisizlikdən. Bilisizliyin ucbatından, cahilliyimizin ucbatından biz Allahı aldatmağa eləyirik. Yoluna dururuq. O da ürəyində oturubdur. Bizim niyyətimizi içərdən görür. Və nəsə bir şey atır ortalığa, o ona uyğun çıxır ortalığa ki, sən demə, Ukraynalarla Rusların ortalığına atdı, bax, torbaq söhbəti, bir-birlərinin qanını içidir, budur, bax, görürsünüz, əslində siz də busunuz bir-birinizə qarşı. Amma səhərdən oyun oynuyordunuz bayaqdan. Və s. Biləm, kiminsə sual olarsa buyursun, mən burada dayanıram. Gördüyümüz kimi Krishna ecazkar bir şəxsiyyətdir. Sonsuzluq qədər cazibədardır. Biri var cazibədar olmaq, bir də var ki, sonsuzluq qədər cazibədar olmaq. Bilmirsənsə, bunun cazibədarlığı harada qutarır. Kimisə sual olsa buyursun. Məmnuniyyətlə Tanrı mərhəmət sayəsində çalışarıq izah elə. Hare Krishna.